Bugün yolumuz İsmail'e. Gördüğünüz Ikarus. Mən və bütün ətrafım içəridədir. İndi göstərəcəm sizə bu Səmətik xalacım, fotoğrafımız. Bugün səyahətimiz haqqınızda nə düşünürsünüz? Çox mükəmməl olacaq, əminəm. Sən olan yerdə hər şey çox qəşəng olur. İzləmədə qalın. Aha. Bənsiz. Saram. Və bir dənə sarı xala əksiydi. Mənim həyatımın ürəkləri. Mənim döynə Ortancıl ürəkləri. xalayla böyük xala gedir. Kiçik xala yoxdur. Mən çox böyüyəm. Kiçik xalanı doğrudan. İndi gəlin sizə avtobusu gəzdirim. Bu avtobusun içi. Burada Osman'ı görürsünüz, yaxın dostum. Bu mənim kurğum. Mənim gözələ müəlliməm. Bu tur special eləyən şəxs odur. Salam Nigar. Salam. Gözləyirik ki, yola çıxaq. Mən deyirəm ki, yola çıxana qədər yatsın. Amma yatmırlar. Bizə deyirik ki, yola çıxana qədər yeyək. Gecə düşməz falan. Bu çubuqla hamının səsi bir-birə qarşı. Bugün bu çubuqla saxlamaq evet xeyirdir. Yəni Lan necə demişəm gördüyünüz kimi. Yəni tədarüşlü bir qız. Saxlanmış layner reklamı. Marka göründüyü üçün reklam. Ay Allah ya. Ayrı komiyəcək. Ya da sponsor həmən marka. Alın aldırır. Mükəmməldir. Göstərə bilərəm. Çox qəşəngdir. Şöyle rəngi falan. Düzdür, çox şeydir. Hə, belə. Belə işte. Yola çıxaq davam eləyəcəm. 20 yaşım var. Bakı Dövlət Universitetində oxuyuram. Ay maşallah. Hansı ixtisas? Biologiya. Alqışlar, gələcək bioloqu. Yoldaşımdır. Saraydan gəlirəm bura. Səhər saraydan durub gəlmisən. Çox təşəkkür edirəm. Ey tokalarda qalır, aciz eləmə. O şəhərin içi sayılır. Adın nədir? Hə, adı Kəmbiyyədir. Aydın yox. Aydın Fabrikası. Aydın qrup yoldaşıyam. Bakı Dövlət Universitetində oxuyuram. Bakı Dövlət Sən qrup yoldaşıyam. Eyni biologiya fakültəsində. Bakı Dövlət Universiteti. Ben de yaşayıram. Orada aş, orada başa. Şarlar orada baş. Sonra turdan gözləntilərim hələ ki yaxşıdır. Hələ ki. Şübhəli. Şübhəli. Hələ Sumqayıtı çıxmamışıq. Biraz yaxın tut. Deməli, mən Nigar Aylinin sinif yoldaşları. Dostum daşlarını çoxunu tanıyıram, bəli. Yox, 11 adıyım, sinif yoldaşları. Turdan gözlərim. Bəli, turdan gözləntilər mükəmməldir. Ekar üstündə darıxmışdım, etrafım yemirdim. Otobüs deyil, bu ən son model avtobusdur. Bəli, çox rahatdım, mükəmməli bəyəndim. İnşallah belə də davam. Bəli, Bakı Dövlət Tələbəsiyəm. Bundan çıxmır, bir dənə biz çıxardırıq. Bəli, inşallah yaxşı olacaq. Mən Rüqeyya. Əvqiyə. Padruqası. Rüqeyya numarası adı Rüqeyya. Sağ olun. O gözlüklərlə qoy görüm də bunun tabanını tutub görüm kim var ki. Susunun Şahiyyənin ailəsinin padruqası. Bilirəm, mən falan uşaqlarına gedim. Dostlar. Salam əleykum. Aha. Mən Aylin'in padruqası. Susallı şəxsiyyət. Siz sinif yoldaşınız, o padruqadır, utanın. Mən heç demədim. Mən bacı dedim, canım. Mən bacı dedim. Güney xalacığın hamısını tanıyıram. Güney xalacığın Güney xalacığım. hamını tanıyıram. İnşallah günümüz xoş keçər. Keçəcəkdik. Mən də Bakı Dövlət oxuyuram. Eşq olsun. Bəli, budur tələbələrlə. Bakı Dövlət reklamı olmuş. Varsa verərlər. Varsa verərlər, kəsinlər daha. Qısaca çıxıra ailənin dostları. Müəlliməmiz də güneydə. Müəlliməmiz deyərkən, yəni müəlliməmiz. Müəlliməmiz. Bəli, mikrofon verin, təqdim etsin. Salam, mən Güney müəlliməyəm. Aydın, yəni Lamiyəni yarım. Onlara dərs getirəm. Burada olmağıma şadam. Nə xoş bizə. Biz də çox şadıq. Sağ olun. Alqışlar. Deməli, bir də oyun oynayırıq. Şapka var, şapkanın növbəti olaraq atırıq. Kimdə dursa, mahnı dursa, ona bir dənə cəzalı oyundur. Bayaq Səməd xanım maması qazandı. Cəza olaraq oyun oynamaq. Belə cəza olar, dəndən açıqlamaq.
uğurlar arzu edirəm. İnşallah hər şey yaxşı olacaq. Əyləncəli olacaq. Başqa nə deyim? Enerjili olun. Mənim gecə vaxtı semestrdə ağladığım dərdləri şeylə matematikə İnşallah yaxşı olacaq, əyləncəli olun, dözümlü olun, motivasiyalı olun. Səmətdə qaldı. Tamam, okey, peşmançılıq. İnsanın şeirini deməlisiz. Çorabıma, kafama kimi? Durun, siz deyin, çorabı saçın, xəyallara baxana kimi. Seçin sizin ağzınızı, babama kimi, bakana kimi. Adlı kitabımızdadır, Allah hamımıza can sağlık. Alkış. Ben beğendim şahsen. ChatGPT yoxdur, refleksif. Mən düşünürəm sənin ağlın ChatGPT-dən daha yaxşıdır. ChatGPT yox, refleksif. Ben gülmeyeceğim şahsen. Mən yaxşı bilməsən peşman verəsən. Mən peşman bilərəm. Mahnı oxuyub güldürə bilərəm. Yox, hələ güldürmək. Cip, güldürərəm, cip. Güldür. Ay Allah. Heç yavaş ol. Yenə bax sən. Video yandı. Mahnı oxuya bilərəm. Gəl mənə addıma. Gel mənə addım addım, gel mənə addım addım, adını qəlbə yazdım, bütün fikri xəyalım. Ne koyalım mı bu aşkın, ne bu nazı ne bu şımarık tavrın, çekmez bana yandın. Yürüdüm herkesi, şeytanın bacağını kıramıyorum. Buldum şansın böylesi, yeni bozuyorum her pazartesi. Ayrılık yüzünden kırdım herkesi, hayatın akışına uyamıyorum. Güzeller hepsi nerede sen, nerede sen Haledin, cümle dostlarım, cümle dostlarım, cümle dostlarım. Böyle var idi. Kara gözler, kara gözler beni çeken kara gözler. Ülviyə qohumu. Babam, Az git də. Get orada xalama versin. Gəl. Qaraçı. Sən çağır. Ülviyə baxlandı qohumun. Türkan. Az Ülviyə dur şəklimi çəkim Ülviyə. Ye bu. Ye baxlı qaraçı. Qaraçı ye baxlı. Ay Ülviyə. Ülviyə. Gülüş. gel, harasa bak ya bakmazsın eli kimi verir. Yeni türbələr gəzməkdən ötürü. Hər zamanki kimi videosunun Ne döşen mal pokuşacak. hər şey təbiidir. Hər şey təbii. Ayağınızın altına ehtiyatlı olun. Ağlar kızı Reyhan, Reyhan, Reyhan. Ablasan oldu Reyhan, Reyhan. Alem sana heyran, heyran, heyran. Alem sana heyran, heyran, heyran.
çay içməyə, daha doğrusu yeməyə gəlmişik. Aynanızın sifətini görsəydiniz, yəni deyəsən xanım rayon yerində böyük bir restoran gözləyirdi, amma gözləntilərindən aşağı oldu. Baxdım, bu tanış gəlir bura mən. Hələ içə girməyib, baxıb istəyir. Aa, gəmilər var orada. Ne qəşəngdir. Aa, çok qəşəngdir. Baxın. Ha, buralardadır. Burada. Elə bir toya gəlmiş, nə qəşəng. Sərin sahil. Nigar nərələrin, Nigar qoşun nərələrin yanında dur, səhər şəklini çəkib. Toya gəliblər. Hə, bağzalıq qoşacağım onun altına. Nəri, sərin sahil. Utanma. Yeməyə gəldik. Zöhrə qarşımalar şey deyib. Allah qoysa bunlar da yiyəcəklər. Vulkan əvəzini görür. Müəlliməmiz oturmuşuq başda. Eşq olsun. Bağzalı şey gedir, ya da stajyer kimi. Gəlmişik xoş günə, toy günə. Allah xoşbəxt eləsin. Belə bir yerə gəldi indi. Vətənin mərda olsun, ömrünə sevda olsun, məşkirin mərda olsun, cənnət bu yerlərə, Bakış bəy xoş gəlmişsin. Baxın, necə gəlmişəm, necə gedirəm. Hamısının əşyası məndə. Avtobusa bir dənə mənə gözlük ki, gəlim gedim. O bir tane de telefon adaptörler var. Ve bu dəqiqə mən video çekiyorum. Yenə də mən. Hamının hara gedib var da. Devam ediyoruz. Canım, uyuyan gibi. Az Batin yatıbdı. Az oyatma. Az oyatma. Gedim şəlaləyə. Növbəti şeydir, nədir adı? İstiqamətli bir şəlalədir. Burada eşək də var. Heç görməmiş elə bil. Ya, tez keçək. Bir şəlalə görə bilmirəm hələ də. Ay dostlar, şəlalə hərdadır burada? Deyə şəlalə. Nəqliyyat şəraitini düzəltmək lazımdır. Mən kameraya baxım ayağımın altına mı bilmirəm. Mən bunu bacardım. Müəllim oradan kesməsə kəsrini yazır. Mən Lərə babadan, baba Türk'tan. Bir çekilişliği de xeyrisi görək. Ne olur? Bu şal da düşür durmadan. Ay. Kimi çıxarsa əksi olmaz əlimdə. Buradan necə geri qayıtmağı düşünürsən? Sınavlardan keçiriz var. Allah'ın bir sınavıdır bizim için. Vallahi da. Bir dənə səhv manevra ilə düşmək olar. Ya mən düşərəm də telefonum. Hansı niyə gəliblər buna? Mənə baxmadım. Yolları görürsünüz də necədir. Aman Allah'ım. Ya sudur ya da daşlıdır. Başka da hiçbir şey yoktur. Bu yolların infrastrukturunu niye düzeltmirlər məsəl üçün? Nəqliyyat şöbəsi hara baxır məsələn? İradımızı bildirsə görən bizi sayarlar mı? İnsan özünü ne bilə ürün versin. Çok geçenli. Patateşe gedir. Axırda şəlaləyə sağ-salamat quru ayağına çıxa bildik. Lamanlı rahatçılıq. Yes, for sen şansın var. Orada mübarizə gedir. Orada mübarizə. Gəlin çəkin. Kamera salın. Salamış.
Ellerini vurdu bana. Adam heç elə şey deyil, minnətin olsun. Ay, yıkılırdın biz. Ayıb olsun. Çok yaxşı adamıymış. Çok yaxşı. Az yaxşı. Az kimi? Nəticə olaraq hamımız sağ və salamatıq. Neyse, gedim. Mən keçdim, tək başıma mən. Ailen geçecek biz geçersin. Yəni mən keçmişəmsə bir zəhmət. Bu ayağım suda bitir. Taşısına düz gelin. Neyse. Gedirik dostlar, indi yağış yağır. Narın. Əslində mənim yaddaşım o qədər güclü deyil. Amma nədənsə bu yol bir dənə yol olduğu üçün baxmayaraq ki, hər yer otdur, bitkidir, ağacdır, düşürdüm. Mən rahat şəkildə gedib gələ bilirəm. Aha, buna baxın. Biriləri mənim vəzifəmi elibdir. Kimsə içsə deyəsən, deyir ki, mənə konfetlə tap. Deməli. Mən hələ də xasiyyətim qurusun. Konfet zad deyəndə kitabların arasına qoyuram, ya da dəftərlərin arasına qoyuram. Nənəm də ki, bunları tutanda əsəbləşir. Deyir ki, niyə zibili atmırsan? Məktəb vaxtında zibili sumkama atırdım. Düşə biləcəyim görən. Hoppala. Hə, məktəb vaxtında zibili sumkama atırdım. Şeydi, nənəm əsəbləşirdi ki, niyə bəs sumkaya atmırsan, zibil yoxdur. Düz. İndi konfetləri gördüm, ağlıma elə bir şey gəldi. Gözləyim, hörmətliyi olmasın, mənə o qədər kömək elədilər. Onlar gəlmiş, məncə mən buranı keçeyim. Fəxr eləyəcəklər ki, ay aman, bu nə yaman köpükləndir. Hə, şeydir. İnşallah telefonu düşürmərəm. Bir dəqiqə. Mən buranı keçeyim. Hop. Yol keçdim. Qaldı buranı çıxmaq. Biliyorsunuz ki, nə var? Demeyin çünki daş var yəni. Niyə yoxdur ki? Mən nəymişəm ha? Bir də xahiş edirəm, mən alqış eləyim, məzun gəlmişəm bura. Həyatımız çox sakitmiş kimi, bir də adrenalin istədik öz aləmimizdə. Canımızla cəbəlləşirik. Bacaracaqlar, biz əminik. İstiqamətə uğurla çatmış bulunmaqdayım. Qabaqda bizim maşındır. Sorsanız ki, şaləyə getməyə və dəydimi? Şaləyə belə vav deyildi, qəşən gidiyor heç. Amma şeydir, yol daha maraqlı keçdi. Adrenalin olan hər şeyi sevirəm. Ayaqqabım o qədər sudur ki bu dəqiqə. Yəni deyir ki, mən özümü çıxardıram da sən məni çıxartmağa ehtiyac yoxdur. Bizimkilər gedirlər oyun oynamaq. Ne falan da zəng gəldi. Bu eşeği de burada asıblar. Bayaqdan çox maraq göstərmişdilər bunun eşeğinin üstünə. Mindiş. Bu arada bayaq kərtənkələ gördüm. Mən İngilizcə çay istəyirəm axı. Mən də istəyirəm şirin. Mən də çay istəyirəm. Bizimkilər oynayırlarmış yuxarıda. Bəli, bizim maşındır. Ay, nə yaxşı açıq biçilmiş şey gətirəm. Mənimdir. Mənim, körpəmdir.
Dostlar, bir tane samavar çayının yerine hiçbir şey veren değil, bilirsiniz de. Kalıp biraz. Arkadaşlar. Halil çay kalıp. Kayak düşürkü çəkdirik. Reyhan. Dostlar, Leman deyir ki, kəndçilərə oxşadım. Kənd qızlarına bir dəqiqə. Çok teşekkür ederim size. Tam doğal bir Ayağına giyin elə düş həyatım. Məsələn, bir asma körpüdəyik. Belə, inşallah biz asmalara yaxşı olur. Mən keçəcəyim yeganə körpü Sırat körpüsü ola bilər, estağfurullah. Neyse, oradan sürətlə keçərəm inşallah. tatlıcı falan içeceğim ve koydu tamamdır. Cəmaatansın canım mənim. Ben düşüneceğim burada sabahında. İnşallah Sırat körpünün sürətlə keçməyə nəsib olsun. Bunlar olmasa da olar. Nigar aşağıdan çağırsa mən deyəcəm yox. Aynaz. Nigar cəhənnəmdən aşağıdan Sırat körpünün çağırsa gedərsən mən getmərəm. Yox. Mən sürətlə tam qaz devam edirəm. Nigar cənnətə də çağırsa getmərəm. Cəhənnəmə gedərsən. Adım eşitdilər. Nigar gördün. Peki sən cənnətə də çağırsan getmərəm. Taslık bozulur mu? Nigar oradan mən cənnətin qapı masadan eksiliyor dostlar. Şurada. Kapı səhv göstərərdim soldan getsin. Masadan dostlar eksiliyor. Kapı səhv göstərər, gedərəm düşərəm zəhənnəmə səhv. Mən dostlarımı çox sevirəm. Ben Nicar'ı ayrı çok seviyorum. Ben de senin. Yok şeyin kapağında ben kucaklamışıq ki bir tane öleceğim. Şuralarda onu kucaklaştırıcı biz birbirimizi çok seviyoruz. Görən görə bilər. Canım kızın gelir. Gəlmişik. Baskala. Baskala, hə. Baskala şərtlə. Çay evini gözəl. Nə keçə çay evidir, hə. Heç Sumqayıtda da belə Və çay qiymətini soruşduq. Neçə? 3 manat. 3 manata qızlar çay 3 manatadır. Samavar 15 manatadır. Doğru çox gözəldir. Vallahi də çox gözəldir, billahi də. Bizdə Sumqayıt nədir? Bizdə samavar 45 manatdır mən bilən, yox? Yox, 15-də var, 20-yə də var, 30-a da var. Gəzgah formasında 50 manatdır. Hə, elə təzgah formasında. Bəli, bəli. Anladım. Nazımla indi biz İsmail küçələrində gəzirik. Videonun bilmem hansı hissələrində mənə görəsiniz. Bir çox hissələrində mənə görəsiniz. Bir çox hissələrində aynazı görəsiniz. Aman. Çox qəşəng. Möhtəşəm. Mən düşünürəm Aynazla dünyadakı bir iki səyahət edə biləcəyik. İnşallah. Bazar meydanına gedirmişik. Ay, çox qəşəng küçələr var bu arada. Bu arada turda geçecekti, insanlar da geçecekti. Tanıdığım yeni insanlar belə geçecekti. Bəy. Bütün kurgumu tanıştırdım. Geldiğinde böyle bir yere yemeğe. Bizler de burada. Biz burada oturacağız. Gel siz de burada oturun. Oturun. Sen orada biz oturun. Ha biz buradayız. Gəlin, siz onda bir Ben de güzel hanımları yedmişəm. Müəllimlərimiz gətirdi. Ama birinsin getməli yemək Arkadaşlarım. Müəllimə, acaba siz Ağlayam. Çok sağ ol. gün barəsində nə düşünürsünüz? Mən də qəşəngəm. Ya qəşəngəm də yaxşıyam. Yaşasın da düzdürsən. Gün barəsində fikirləriniz nələrdir? Gün çok muhteşem geçti. Teşekkürler size. Çok güzel insanlarla tanış oldum. Çok maraqlı bir gün geçti. Çok maraqlı yerlere gittik. Teşekkürler. Mənim ayağınız ıslanmadı oradan şeyləndə, bulaqdan düşəndə. Bulaq idi, çay idi. Böyle olmuş olabilir. Ama geçti gitti. Bizim gözəlki rəhbərimiz Dünya Məktəbinin əməkdaşı. Ay. Belə hava çox qəşəngdir, çox qəşəng. Çok teşekkür.
bir anda bir 2-3 fəsil keçdi elə bilirəm ki, bir saat ərzində. Çox güzel oldu, sərin oldu, yağış da yağdı. Mən daha güclü Bir gözlüydüm. qarı gözlüyük, qar hələ gəlməyibdi. Qarın hamısı var idi. 50 qarı özmüşəm. Yağış oldu, sərin oldu, isti oldu. Bir dənə qarımız yoxdur, onu da görək nə vaxt gələcək. Biz gedənə, yəni təşkil olarıq da. Şəkilimiz yoxdur. Gəl şəkil çəkdi. Xalacım mən şu çay gətireyim. Sonra çayda. Ben Gülen Karcı. Hava bugün çok geçerli. Ne oldu? Mutluysun benden. Böyle. Sənlə. Ha, Hüsat. Gelmişim diye etrafından bakın çok geçerli. Gülen hala çok güzel romantik bakıyor. Həmişə Güney xalayla yolu keçdik. Zamanı burada oturuq. Yolu keçdik. Buranın içində evlər var qəşəng. Köprü də var. Aşağı düşəbək hə. Aşağı düşəbək oradan. Orada giriş var da. Hə, düşəsi deməzlər. Nə bilim çox qəşəngdir. O şeydir, otururlar falan. Eğlendik. Bəyim. Mənimə yorulmamsınız. Yox, əladır hər şey. Əsl o evə gedib sabah səhər 8-dən müəllimə elə bil ki, işdə olmayacaq. Enerji dolu bir insan. İmtahanı var müəllimənin. O hər şeyi bacaracaq bir. Həqiqətən elədi. Yəni idol bir imtahana hazırlandı. Nə lazım? Mənim məsələmlərim. Ləmanı sən nəsə deyirdin? Bəli. Bəli. Leyla ümumiyyətlə heç yenə siz məni tanıyırsınız biraz. Ola bilsin bəlkə mənə görə güzəştə keçsin. Leyla ümumiyyətlə heç tanımırdı. Ona görə Leylanın fikirləri çox maraqlı gəlir mənə. Görün nə deyəcək. Deməli, uşaqlar salam. Mən niyə belə düşünürəm? Gözüm bir dənə qəşəngləşir. Aha. Uşaqlar, mən Leyla. Mən bu gün tanış olmuşam bəzən. Burada məhnə söz danışıram dayan, hə. Deməli, mən bu gün tanış olmuşam və Aylin çox gözəl qızdır. Həm sifət baxımından, həm mimika baxımından, həm düzü mən burada oturan kimi Ləman qayıtdı ki, və bu şəxs qayıtdı dedi ki, bir dənə qız var dedi, çox qəşəng qızlar, yəni gələn kimi qaynayıb qarşılayacaq dedi. Və içəri girməyi ilə yəni o şeyi mən tarif edə bilmərəm. Çox qəşəng qızdır. Özü də yanımda deyil ki, deyəm üzünə qarşılayıram. Xeyr. Çox qəşəngdir, çox belə. Aylin həqiqətən həyatda. Ona görə izləyin Aylinin səhifəsini. Tez olun, takip atın, abunə olun. Nə eləyirsə eləyin, onu biləm şey eləyin. Hə, Aylin burada mən sənə abunəçi edirəm, takipçi edirəm. Teşekkür ederim. Belə insanları çox sevirəm. Nə pislədir? Ona görə də bəyənəcəm. Eleştiri güzeldir. Editlerinde bakacağım görüm ne demişsin. Ah, daha ne zordu? Seni seviyorum, seviyorum. Aldım bir başıma, korkum seni unutuyorum. Yüreğimden kanaya kanaya, ormanlara vuruluyorum.
yaşa Azerbaycan. Seni dünya tanıdı birbaşa Azerbaycan, yaşa Azerbaycan. Dilimizde bir şiar var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı birbaşa Azerbaycan, yaşa Azerbaycan. Zaman gelir zaman ben gedim sen dayan elvida geçmişim elvida. Hayat seçilmeni unuttum seni elvida geçmişim elvida. Buraya gedirik artıq. Gülsüm qayıtdayıq. İlk dəfədir turda, ilk dəfə biz evdə düşürük. Yəni biz Sumqayıtda düşürük. Normalde həmişə ilk Bakıda düşürdük. Tam o kadar yorulub. Bunlara bax elə. Mesela gece vlogu editleyeceğim. Bakarsınız. Zaman görüştük. Biz artık Sumqayıtdayıq. Hardan gelmiştiyse oradan da elə birlikte getdik. Ben Nigar yol boyu yatdı. Sifətindən zəhrimar yağırdı. Hə, amma indi də Türk sarandan sonra ayıldı. İçinin düşün bir balada düzelir. Əsət olsun. Olsun. Bunlar nə vaxt gələcək görəm. Ama yarısını yedim. Adı çox tatlıdır. Dostlar, mənim vlogumu izlədiyiniz üçün və siz də turda iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. İnşallah ki bəyənmisiniz. Aha, Aynazın sizə mesajı var. Səhifə burada bir yerlərdə yazılacaq. Növbəti videolarda görüşərik. Sağ olun.